Sağlam kanalımızın değerli izleyicileri, Power BI kursumuzun bu dersinde Power Query Editor'da enter data ve transpose nedir onu öğreneceğiz. Əvvəlcə mən bu dərs istifadə edəcəyim nümunə Excel faylımı açıram. Baxın, kiçik yenə balaca cədvəlləri mövcuddur. İndi Power BI desktop editorumu açım. Blank report. Buradan baxın, enter data. Home tabında data blokunun altında enter data. Klikləyirik. Baxın, belə bir şey açıldı. Yəni, belə bir pəncərə qarşımıza gəldi. Yazıb create table, yəni table yarat. Mən Excel faylıma gəlirəm. Buradan istəyirəm ki, birinci cədvəlimi kopyalayayım. Baxın, hamısını başlıqlar qarışıq seçirəm və Ctrl-C kopyaladım. Gəlirəm bura. Ctrl-V. Baxın, buraya yapışdı. Görürsünüz. Undo headers elədim. Başlıqlar özü də görürsünüz sətir kimi düşdü. İndi buradan yazıram. Enter data 1. Edit edək. Power Query editorum da açılacaq, baxın. Burada mən Transform tabına keçirəm və Use First Row Headers edirəm. Gördünüz, bu birinci sətirdəki konum adları düşmüşdü. O keçdi oldu başlıq. Bunu bilirdik. Keçirdik birinci sətir etdik başlıq. Baxın, row labels, sum of sales və s. adlardır. Və həmçinin buradadır. Datanı kopyalayıb Power Query editora yapışdırmağı öyrəndik. İndi gəlin görək transpose nədir? Misal üçün, baxın, burada Kanadadır, düzdür? Bu sütunda, row label sütununda Kanada, Frans, Germany, Meksiko və s. ölkə adları yazılıb. Baxın, burada Kanadanın qarşısında sum of sales'i budur. Sum of costs budur. Sum of profit budur. Baxın, Kanada üçün digər sütunlardakılara baxaq. Baxın, bunlardır. İndi elə olacaq ki, transpose edəndə. Baxın, bu row label üzrə, bu sütun üzrə transpose edəndə, baxın, bu sütun üzrə. Buradakı bu adlar Kanada, Frans, Germany və s. olacaq sütun adları. Məsələn, yazılacaq Kanada, Frans, Germany, Meksiko, baxın bu şəkildə üfüqi olaraq sütun adları olacaq. Və həmin sütunda da uyğun olaraq bu məlumatlar yerləşəcək. Necə? Kanadanın qarşısında məsələn olanlar bunlardır, düzdür? Alt-alta Kanada sütununun altında olacaq. Fransın qarşısında olanlar bunlardır. Bunlar Frans sütununun altında olacaq. Məsələn, burada Germaniya sütunudur. Germaniya qarşısında olanlar bunlar. Gəlib burada Germaniya sütununun altına yerləşəcək. Gəlin indi baxaq. Row label sütunu seçinidir məndə, düzdürmü? Transform tabında transpose var. Vururam transpose. Baxın, Kanada, Frans, Germaniya belə oldu. İndi daha sonra burada use first row as headers edirəm.
Yəni birinci sətri təkrar çevirirəm, sütun adı eləyirəm, başlıq sətri eləyirəm. Baxın, Kanadanın qarşısında olanlar, Fransın altında olanlar, Germaninin altında olanlar. Gəlin bir dənəsini yoxlayaq. Kanadanın altında 95 ilə başlayır, 88, 71. Gəlin baxaq. 95, Kanadanın 88, 71 və 121, 1074. Gəlin görək. 121, 1074. Gördünüz bu qaydada sıralandı. Həmçinin digərləri, misal üçün Fransın qabağında. 1123, 979, 144. Baxın 1123, 979, 144. Sonra 67, 115. Bir dəqiqə. 107, 1231. Fransın qarşısında olan 107, 1231. Görürsünüz, dediyim kimi sıralandı. Deməli, biz bu dərs datanı kopyalamağı öyrəndik. Hardansa misal üçün bir Excel faylından kopyalayıb, Power Query editorumuza yapışdırıb cədvəl yaratmağı öyrəndik. Və həmçinin sütun üzrə transpoz etməyi gördük. Hər hansı bir sual olarsa, videonun altına rəy bölməsinə yaza bilərsiniz. Əgər videolarım faydalı gəlirsə, kanalıma abunə olmağı, videolarımı bəyənməyi, rəylər yazmağı və paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Və həmçinin hər dərs olduğu kimi bu dərs istifadə etdiyim Excel faylını da videonun altına yerləşdirəcəm. İstəyən hər kəs oradan yükləyib istifadə edə bilər. Növbəti dərslərimizdə görüşənədək.